Salamlar ve saygılar. Bildiğiniz gibi biri Xordada yaxınlaşırıq. Biri Xordad İranda yaşayan Türk xalqının tarixində özel bir rol oynayır. Niçin? Biri Xordad 1385-ci ildə Türk xalqı bir təhqir, aşağılayıcı siyasete qarşı durdu. Orada elbette bir bahane meydana geldi. İran devletinin resmi ruznamesinde bir karikatür formunda bir yazı ve şekillerle meydana gelen Türk halkını aşağılayıcı bir modelde, ırgıçı bir manada orada nəşr oldu. O nəşr halkımızın səbrini daşırdı ve Türk halkı Azerbaycan'ın şehirlerinde büyük ve kiçik Təbriz, Urmiye, Ərdəbil, Zəncan, her yerde adını çeksem hamısının adını çekebilirim. Hatta kiçik kəndlərdə belə etirazat meydana çıktı. Bu etirazlar yalnız Azerbaycan'da dayanmadı, Tehranda ortaya çıktı. Tehranda değil, başka fərqli bölgelerde, kantonlarda, Türk kantonlarında yaşayan Qəşqaylar, diğer yerinde Xorasanda, Loristan'da ve hatta İsfahan Türklərində tərəfindən də etirazlar meydana çıktı. Türk halkına bir Xordad 1385-ci ildə milli bir birlik ortaya çıktı. Bu qiyamın sayesinde Türk halkı milli kimliğini bağırdı. Haray, haray, mən Türkəm dedi. Buna baxmayaraq, geçen 100 ildə İran rejimi çalışmıştı ki, bizim xalqın milli kimliğin Türklükdən Azəriçiliyə, Türkdən Azəriyə çevirsin. Ama halkımızın bu şaarı meydanlarda haray haray mən Türkəm, İran rejiminin 100 illik çabasına xətti botlan çəkdi. Ve halkımızın milli kimliği bir Xordad 1385'te meydana çıktı ve siyasileşti. Önemlisi olan siyasileşti. Çünkü o zamana kadar milli medeni faaliyetler, hususen en son zamanlarda Babək qalasındakı nümayişlər, etirazlar, hərəkətlər hamısı olduqca önemli. Ama o hareket Babək qalasından küçələrə, xiyabanlara yürüdü ve bir nümayişe çevrildi. Bir milli nümayişe. Ki bugün bizim halkımızın öncülləri onu milli qiyam da adlandırırlar. Biri Xordad 1385-ci il Türk halkının milli qiyam günü sayılır. O günde halkımız öz milli kimliğini bağırdı ve ona sahip çıktı. Milli kimliğinin kölgesinde bir başka şey de ortaya çıktı. Milli dilimiz. Milli dilimiz Türkçe, Türkümüz meydana çıktı. Ve şuar verildi. Türk dilinde medrese olmalıdır herkese. Dikkat edin, ne kadar önemli bir gün, ne kadar hayati önem taşıyan bir gün geçirmişik bir Xordad 1385'te. Milli kimliğimiz ortaya çıktı. Türklüğümüz da bize Türk de yok diye Azeri desinler. Hatta bazen bizim dostlarımızdan Azerbaycan Türkü desinler. Ne demek yani Azerbaycan Türkü? Elə bir ad var mı? Elə bir şey bizim atalarımızın ağızlarından Azerbaycan Türkü, yani bizim milli kimliğimizin iki sözü var mı? Azerbaycan Türkü mü? Yoksa Türk?
Şuarda haray haray mən Türkəm dedilər. Yəni bizim milli kimliyimizin adı yalnız Türkçədir. Türkdür və milli dilimizin adı Türkçə. Necə ki orada bağıran şuarda Türk dilində mədrəsə olmalıdır hər kəsə. Orada demədilər Azərbaycan Türkçəsində mədrəsə ya Azəricə mədrəsə. Ondan sonra milli vətənin mənası Azərbaycanın, Güney Azərbaycanın, Güney Azərbaycan deyil yalnız, Güney Azərbaycandan başlayan ta Tehrana sürünənə qədər Türk yaşayan bölgə, şəhər və kəndlərdə Türklərin kompakt yaşayan bölgələri Türk vətəni kimi sayılıb, bu qiyamda onun adı çəkildi. Bir xordadı 1385'də milli kimlik, milli dil və milli vətənin mənası bəlləndi. Hədəf də bəlləndi o hərəkətdən. Çünki milli qiyamın başlanğıcı Türk milli hərəkatının siyasiləşmə zamanı və siyasiləşmə tarixidir. Ondan qabaq fəaliyyətlər hamısı mədəni fəaliyyətlər, fərhəngi fəaliyyətlərdir. Amma 1 xordad 1385'dən sonra hərəkət siyasiləşir. Nə demək siyasiləşir? Bir xalq, əzilmiş bir xalq, əsir bir xalq, 100 il əsarətdə və daxili istimarın altında qalan bir xalq nə istəyə bilər ki? Milli müqəddiratını təyin etmə. Şuarlarda, deyişlərdə, danışıqlarda bizim öncüllərimiz, yazarlarımız, düşünürlərimizin sözündə meydana gəldi. Milli müqəddirat necə təyin ola bilər ki? Buna görə 1 xordad 1385-ci il tariximizdə ən önəmli rol oynayır. Dərs verici, yolumuza ışıq saçan və bir göstərici bir rolu var. Bundan artıq nə ola bilər ki? Bir qiyam sənə 100 illik əzilmiş milli kimliyini, itilmiş milli kimliyini sənə göstərir. Milli dilindən sənə şuar verir və sonra milli vətənini və orada devlətinin bərpa olmasını danışır. Gələcək üçün İran rejimi çevriləndən sonra İranda bir demokratik cumhuriyyət və federativ milli federalizm əsasında bir hakimiyyətin qurulmasına yol açılır. 1 xordad 1385 yalnız Azərbaycan və Türklər üçün deyil, İranda yaşayan xalqlar üçün bir azadlıq yolu açır və işıq saçır. O da gələcək İranın federativ və demokratik bir hakimiyyətin qurulması və bu xalqların iştirakı ilə, işbirliyi ilə bir hakimiyyət qurma. Hakimiyyət, federalizm, bu demokratik federalizm yuxarıdan aşağıya deyil, aşağıdan yuxarıya qurulan bir hakimiyyətdir. Xalqlar öz bir əyalətlərində, bölgələrində hakimiyyətlərini qurub, nümayəndələrini görüb mərkəzdə bir devlət və bir anayasaya çaba göstərəcəklər. Və bu vasitə ilə yalnız Türk xalqı deyil, başqa xalqlarla bu vasitə ilə özgürlüyə və azadlığa tapıb İranın yolu tosiyə üçün açılacaq və Türk xalqı öz bölgəsinə hakim olacaqdır. 1 xordad 1385 belə bir gündür. Belə bir tarixdir, belə bir ışıq saçan, tariximizə ışıq saçan bir gündür. Elə ona görə də 1 xordad 1385'i Türk xalqı hər zaman milli qiyam günü kimi anmalıdır. 1 xordad qiyamında canını itirənlərə eşq olsun deyirik. Azərbaycan, Türk xalqı sizi heç zaman unutmayacaqdır. Xalqımıza uğurlar olsun.